Hamıya salamlar. Necəsiz? Demək, dünən bizim Kibir Sport internet klubumuzda Asus'un sponsorluğu ilə biz klubun rəsmi açılışının şərəfinə nə edirdik? Turnir keçirdirdik. 100 nəfərə yaxın qeydiyyatdan keçən olduğu turnirin Ukrayna valyutası qrivna dəyəri 70.000 dəyəri idi. 70.000 qrivin dəyərində idi. Və 70.000 qrivin dəyərində biz 5 ədəd bu naşniklərdən, bu monitorda gördüyünüz naşniklərdən, baxın bunlardan. Başdan qiyməti 300 manatdır. Yəni Counter Strike turniri keçirdirdik. 5-in 5 oynayırdılar, randomla seçilirdilər və aralarında nə edirdilər? Yəni futboldakı kimi qruplar olurdu. Daha sonra yarım finallar, daha sonra 4-də 1, 8-də 1, belə və 15 ədəd uduşdu yerimiz var idi. Yəni 15 ədəd hədiyyəmiz var idi. Onlar baxın bunlar idi. Bunlar o kovrikdir. Sanın altına qoyduğumuz kovrikdə. Bunlar da hamısı Asus'dur, ROG-dur. Yəni bunlar bizim udanlardır. Monitorda gördüyünüz o turnirdə qalib gələnlərdir. Bu olan misal üçün bizim İrpin şəhərinə özəl olaraq Kiyevdən turnir üçün gəlmişdi və bunların bir neçəsi əslində ki, hardasa 20-30% Kiyevdən gələnlər idi. Qalanı bizim şəhərdə İrpində olanlar idi. Elə bu naşniklərdən gördüyünüz ROG Pelta 5 ədəd bunlardan bu qardaşlar uddu, oyuncularımız uddu. Daha sonra 5 ədəd də Siçan hədiyyə elədi, yəni bu muşqadan. Bunlar da bizim muşqaları udan komandadır. Yəni çox yaxşı turnir keçirdik, yorulduq biraz, amma dəydi. Rəsmi açılışımızda elədik. Yaxın günlərdə 10 videosunu da YouTube kanalıma yükləməyə çalışacağam. Və bu naşniki qazananlardan biri çox ucuz qiymətə bunu satmaq istəyirdi. Bax, bu iki tutan oğlan var ha. Bunu ucuz qiymətə satmaq istəyirdi. Mənim də evdəki istifadə elədiyim naşnik, baxın, budur. Game Pro və Provodnoydur. Və məndəki professional gamer deyiləm, bir şey deyiləm. 2 ayda düzdür, heç oynamıram, çünki vaxt yoxdur. Amma burada yəni iş otağımda mənim naşikə ehtiyacım var idi. Bu da 2 artısa 10-15 manatlıq naşikdir. Yəni keyfiyyətsiz bir şey də, professional bir şey deyil. Və nə edirdim? Bu oğlan hardasa bunu belə deyim sizə bir 100 manat, 150 manat ucuna elə gecə saat 2-nin yarısı, 12-nin yarısı satmaq istəyirdi. Və mən də bu naşik aldım. İndi bu videoda baxaq bu naşikin başı qiymətinə. Başda bu naşiki görürük, yəni Azərbaycanda. Nədir bu? Game Note saytında bu naşiki sizdə 300 manata satırlar. Ukraynada bizdə bunu 6000 qirvinə satırlar. Yəni ki, bu 6000 qirvin Bakı puluna görə nə qədər deyilir? Bunu bölürük 25-ə. Niyə 25-ə? Çünki 1 manat 25 qirvindir. 240 manat. Bizdə sizdən biraz ucuzdur bu arada. 240-a bizdə satırlar. Sizdə satırlar 360 manat, bizdə ucuna satırlar. Yəqin bizdə gömrük haqqı çoxdur, ona görə ola bilər. Ya da ki, qiyimini çox qazanmaq istəyir. Davam eləyək. Və indi bu qutunu açmaq istəyir görə bunun içindən nə çıxacaq? Mənim həyatım bu belə naşikim olmuyor. Bahalı belə naşikim olmayıb və indi onu qutu açılışının içində bir yerdə eləmək istəyirəm. Və nə çıxacaq bunun içində? Orada qəşəng yapışdırıblar. Onu orada açdıq. Buradan açılmır. Arxasına açılır ki. Buradan açılır. Bax, o səthi belədir Karovxanım. Amma burada açılmalı yeri yox. Niyə arxasına açmalıyım ki mən bunu? İnteresli. Niyə misal üçün? Ya mən bacarmıram. Nəysə, başa açılmalı. Buradan açılmalı deyil ki. Nəysə, buradan açıla görə açdır. Nə çıxır bunun içindən? Ya Allah. Bu görə nə var burada? Bu korobkada nə var? Bu naşikin özüdür. İndi ona baxacaq. Burada da kabel var. Ya Allah. Bu nədir ki? Mikrofonlu kabelli zaten. Yox. Bunun USB kabeldir. Allah, məndə o qədər USB kabel var. Bezmişəm USB kabellərdən. Bunu hara soxacam bilmirəm. Bu bunun mikrofonudur. USB kabelin
Əslində belə USB kabellərdən xoşum gəlir. Baba bu maraqlı şeydir. Gör nə ilə göndərirlər sənə. Bu gör nə var. Sənə göndəriblər bunu. Type-C-dən USB-yə o переходник ilə. Bu çox yaxşı bir şeydir. Bu xoşum gəldi. Bax. Yəni ki Type-C-dir bu. Bu tərəfi USB-dir, bu tərəfi Type-C-dir. Amma istəyirsən bunu USB elə. Bu yaxşı şey. Üstündə göndəriblər. Belə şeylər adətən sonradan cib almalısan. Bax çox xoşum gəldi bundan. Özdə bunun üstü də o yəni o plastikdən deyil də. Biraz belə necə deyirlər? Baxın görürsüz o plastik rezinlərdən deyil də bunun üstü. Biraz belə parça təhərdir, parça təhər. Xoşum gəldi. Bu nədir? Mikrofon. Xoş gəlmisiniz. Allah sizə də qismət eləsin. Gəlinə bəy təbrik. Bu da yaxşıdır. Bu çıxır görən. Bizdə klubda bunları çıxardıb yeyirlər, nə qarlar. Düzdür, ola biraz söyürəm, amma burada söyməyəcəm. Bir-iki kompüterdə bunları çıxardıblar. Nə qarsan, niyə bunu çıxardırsan? Düzdür, indi mən onu böyle əlimlə. Əslində rahat çıxdığı üçün çıxardılar. Mən indi rahat da çıxartdım elə. Tak. Bunu qaytaraq yerinə. Qaytardıq bunu yerinə. Tak. Sonra nəyimiz var burada? Yaxşı, bu qutuyla qutardıq. Burada heç nə yoxdur. Otto. Niyə sən bala? KitKat da orada. Mən tak, Otto da buradadır. Sən də qutu açılışında iştirak edir. Getdik. Bir də burada heç kimə lazım olmayan kağız şoğuz. Bunlar da tak ora. İndi onlar zibilə gedəcək. Baxırıq. Və burada bir torbanın içine qoyublar. Bay. Bu nə yaxşı yoxşur. Ağırdır amma, Bu nədir ki? Bu nə olan şeydir? Bilmirəm. Dən görə. O baş bu başını ağırtmasın deyə nədir bu? Rezindir da. Başında möhkəm dursun yəqin. Maraqlı naşnikdir. Düz belə naşnik taxan adam deyiləm küçədə bacada. Məndə Samsung Buds Pro var, onu istifadə edirəm. Mənə daha praktikdir. Bunu indi iş otağımda olacaq da. İş otağımda bunu istifadə edə bilərəm. Əgər oyun oynasan və yaxud iş üçün. Görün maraqlıdır. İndi səs test edə bilərik, görəm onu. Görən işləyir bu. Necə qoşmaq olur bunun kompüterə? Dedim o lazımsız heç mi lazım olmayan kağızlar əslində bu indi lazım oldu bizə. Tak. Burada görən nə var? Yazıb ki, bunu necə qoşmaq lazımdır. Bakıyorsunuz burada əslində yazıb. Nə necə istifadə olunur, nə necə çıxır. Prosta ki, bu necə qoşaq şeyə? Kompüteri. Bluetooth axtaraq. Böyük ehtimal ki, Bluetooth tapmayacaq. Knopkası adı yoxdur bunun. Var burada knopkaları var. Tak, deyir Bluetooth. Yaxşı, Bluetooth qoşduq. Bu ışıq yandı. Burada LED ışıqları var. Köşək. Bu çinlər eləyir də qağa. Bax, buna bax sən Allah. Gör, balaca yerdir. Ora LED ışıq qoyublar. Gör, onun sistemi necə eləyirlər. Tak. Nə var burada? Bluetooth. Tapdı 30 dəqiqə. Oba. 30 dəqiqədə bağlandı. Hazır. Nə gözəl. İndi neyinəyək? YouTube'da bir mahnı açaq. Misal üçün. YouTube'da bir mahnı açaq. Misal üçün. Bir diskotekalı mahnı açaq. Gəlin Pasterə qulaq asaq. Pasterdə, qeng yaxşıdır. Yenidən qulaq asaq. Bunun hansının biti yaxşıdır. Əslində bu pis deyil. Görək. Otto qulaq asaq. Getdik. Sən də dur da qulaq assan. Ala. Nətərdir? Xoşun gəldi? Güclü deyil, qulaqların ağrımadı. Dəncəm səs gəlir ki, o şey. Gəlir. Baxırım. Çayladıq şəhərə voltla. Qəşəkdir.
Qəşəngdir. Çox qəşəngdir. İndi bundan müqayisə eləyim görüm. Bax, indi bundan müqayisə eləmək istəyirəm köhnə naşnikimlə. Tak. Biz bunu buradan keçirdək. Hanı bizim bunun naşnik? Headphones. Görün hansıdır? Budur. Yox. Bu da değil. Bu da değil. Aha. Yox, bu o deyil. Bu naşiklərdə bası hiss eləmirsən. Bas yoxdur bunda. Allah'ın da olsun. Bu. Aha. Bu nə olsun? Yaxşı, indi təzdən. Bax. Bax, keçir. Zor dəhliz nədir? Səviyyədir bu naşnik. Vallahi olsun qəşəng naşnik. Xoşum gəldi. Yəni yaxşı bunu oğlandan aldım. Peşman deyiləm. Düzdür, biraz spontan alış oldu. Gecə saat 12-nin yarısı. Amma ki da niyə? Yaxşı. O görə bunlar nə ağıllı olanlardır. Butun davamına baxaraq. Butun davamından nə çıxdı. O görə bu nəsə maraqlı bir şey oxşuyur. O görə. Burada bir dənə Type-C var. Birinci dəfədir. Bu Bluetooth-dur məncə. Birinci dəfədir Bluetooth-lu Type-C görürəm. Type-C-li Bluetooth görürəm. Device görürəm. Çox maraqlı. Bax, həmişə bu USB görmüşəm. Bu Type-C Bluetooth-dur məncə. Amma bunsuz da bağlandı da kompüterə. Necə olur ki o? Tapdım. Mənim kompüterimin onsuz da Bluetooth var. Və elə axtardı Bluetooth özünə qoşuldu. Bu cihaz onun üçündür ki, Bluetooth olmayan PK-lara, kompüterlərə, personal kompüterlər üçün bunu taxırsan, Bluetooth yoxdur, amma bağlanır. Yəni sizə halaldır Asus müəllim. Amma bu Asusun başqa versiyaları